Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 3 ikitərəfli sazişi təsdiqləyib. Sənədlər Türkiyənin rəsmi qəzetəsində dərc olunub. Təsdiqlənən sazişlər sırasında turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığı əhatə edən müqavilələr yer alıb. 15 noyabr 2024-cü il tarixində Bakı şəhərində imzalanmış Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq olunmasına 244 sayılı qanunun 5-ci maddəsi və 9 sayılı Prezident fərmanının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilib, deyə birinci sənəddə qeyd edilib. 9822 sayılı qərarla isə 8 may 2024-cü il tarixində Ankara şəhərində imzalanmış Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq sazişi təsdiq olunub. Həmçinin 19 fevral 2024-cü il tarixində Ankara şəhərində imzalanmış Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş də təsdiq edilib.